Salam aleyküm. Burada lap əvvəldə mislə mis 2 oksiddən ibarət qarışıq verilibdir. Onların üzərinə nitrat turşusu əlavə edirlər artıq miqdarda. Yəni o demək ki, nitrat turşusu artıq qalacaqdır və bu zaman 11,2 litr qonur rəngli qaz alınıb. Təbii ki, bu reaksiyadan alınacaq. Mis üstə gələk HNO3, mis 2 nitrat, üstə gəl azot dioksid, üstə gəl su. Bu zaman 11,2 litr budur. Buraya yazıram 44,8. Bizdən də soruşur, burada fikir verin. Müvafiq reaksiya təhlilini yazıb əmsallaşdırın. Hesablama parmaqla ilkin qarşıda bəsit maddənin qramla kütləsi, yəni misi tap deyir. Buraya yazıram 64, 11,2-ni vururam 64-ə bölürəm 44,8-ə. Burada bu birinci yazıb. Birincinin cavabı 58-cidə deməli 16-dır. Deyək, turşu neçə mol reduksiya olub? Deməli, bu nitrat turşusudur. Bu hissə duza çevrilib, bu hissə reduksiya olub. Bu da 11,2 deyir. Deməli, bu 0,5 mol reduksiya olub. Yəni, 58-ci sualından qutardıq. Ondan sonra burada yazıb ki, müvafiq reaksiya təhlillərini yazıb əmsallaşdırın. Hesablama parmaqla ilkin qarşıda mis 2 oksidin qramla kütləsini və göy çöküntünün alınmasına sərf olunan natrium OH-ın qramla kütləsinin müəyyən. Burada deyirsək, görürsünüz, deməli, natrium OH-dan göy çöküntünə əmələ gəlmək. Təbii ki, bu mis 2 nitrat natrium OH-dan reaksiya daxil olanda mis OH2 göy çöküntü əmələ gəlir natrium nitrat. Bura bir deməli 2 yazaq, burada 2 yazaq. Və bu zaman biz görürük ki, göy çöküntü 0,3 alınıb. 0,3 bura yazıram, bura 1 mol yazıram. Buradan deməli biz deməli tapaq buradan mis 2 nitratı. Tapıram ki, o buradan ümumən 0,3 eləyir. Demək, ümumən mis 2 nitrat 0,3'dür. Amma gəlin görə birinci reaksiyada nə qədərdir? Birinci reaksiyanı tapıram ki, deməli 0,25 mol. Deməli bu 0,3 mol ümumi mis 2 nitratın 0,25 molu birinci reaksiyadadır. Aydındır. Və onda 0,3-dən 0,25 çıxanda 0,3 çıx 0,25 yerdə qalır. Deməli 0,5 mol mis 2 nitrat ikinci reaksiya üçün. Yəni mis 2 oksid üstə gəl. Nitrat turşusu, mis 2 nitrat üstə gələk su. Deməli 0,5'i bura yazıram, biri bura yazıram. Mənə nə yazıb? İlkin qarşıda mis oksidin kütləsi, mis 2 oksidin 80, 0,5'i vururam 80'ə 4 qram. Və burada da cavabların biri 4 qramdır. Və sərf olunan natrium OH-ın kütləsini soruşur. Təbii ki, burada mən natrium OH-ın kütləsini tapacağım. Bu da buradan eləyir 24 qram. Yəni burada birincinin cavabı 4. İkincinin də cavabı 24. Yəni bununla da biz bunu da bitirdik. Sadəcə olaraq burada bizə nə deyir? Müvafiq reaksiya təhlilini yazıb əmsallaşdırın. Hesablama parmaqla məhlula əlavə olunan natrium OH-ın miqdarının zamandan asılı qrafikini deməli cavab vərəqində qurun və göy rəngli çöküntünün alınma reaksiyasının qısa yöntəmini yaz. İndi burada ümumən baxın natrium hidroksid baxın 200 qram 20% əlavə olunub. 200 qram 20% əlavə olunub. Yəni 200 vurulsun 20 bölünsün 100, yəni 40 qram, yəni 1 mol. 1 mol natrium hidroksid əlavə olunub. İndi bu natrium hidroksid burada natrium hidroksid də deməli burada həm deməli həmin bu artıq qalan nitrat turşusuna reaksiya getməlidir. Baxaq HNO3 də gələk natrium hidroksid 0,2 mol artıq nitrat turşusuna nə qədər natrium OH gedəcək? 0,2. Aydındır. Eyni zamanda göy çöküntünün əmələ gəlməsi üçün natrium hidroksiddən biz istifadə elədik. Təbii ki, burada bizə lazım idi ki, nə qədər natrium OH olacaqdır. Fikir verin, diqqətlə mol miqdarı baxaq. Həmin bu reaksiya baxırıq. Bax, 2 mol, yəni biz burada 24 qram natrium OH demişdik. 24 qram natrium OH neçə mol deməkdir? 24 bölünsün 40. 24 bölü 40 deməli 0,6 mol da burada. Yəni ki, 0,2 mol natrium OH orada istifadə olundu. 0,6 da burada əlavə olundu. Yəni ümumən deməli 1 mol əlavə olunmalı idi. 1 mol yəni götürül əlavə olunmuşdu məhlula. Onun 0,2 molu burada natrium reaksiyada 0,6 demək bu reaksiya sərf olundu. Aydındır və göy rəngli çöküntünün burada qısa iyon yəni alınma reaksiyası qısa iyon tənliyini istəyir.
mis 2 nitrat üstə gəlinsin natrium hidroksid mis OH2 natrium NO3 bura 1-2 yazıram. Mis demək bu çöküntü deyil. Deməli 2 müsbətə və 2 dənə NO3-ə ayrılır. Bu 2 dənə natriuma və 2 dənə OH ionuna bu çöküntü olduğu kimi qalır. Bu da 2 dənə natriuma və 2 dənə NO3-ə. Buradan oxşarlar getdi. NO3-lər getdi. Qaldı mis 2 müsbət üstə gəl 2 OH mənfi mis OH2. Aydındır. Bu da bizdə deməli qısa ion tənliyidir.